Gürcüstanın baş naziri ilə Pripko şirkətinin təsisçisi arasında keçirilən görüş çərçivəsində daşınmaz əmlak sektorunda innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq haqqında memorandum imzalanıb. Görüş zamanı Gürcüstanda mövcud olan əlverişli investisiya mühiti son illərdə müşahidə olunan iqtisadi artım tendensiyaları, həmçinin turizm potensialı və innovativ texnologiyaların tətbiqi istiqamətində Gürcüstan hökuməti tərəfindən atılan addımlar müzakirə olunub. Ölkənin prezidenti öz ölkəsinin müstəqilliyinə qarşıdır. Səs vermə zamanı orada hər şey açıqdır. Bu baxımdan bəli, həqiqətən də Moldovadan geri qalırıq. Gürcüstan parlamentinin spikeri Şalva Papaşvili sosial şəbəkədə yazır. Gürcüstanın Avropa yolu müstəqil dövlət yoludur. Onun ləğvi yolu deyil. Bu bəyanat açıq şəkildə göstərir ki, Moldova prezidenti Avropa İttifaqına müstəqil üzvlük perspektivinə skeptik yanaşır və baxışını Almaniya Demokratik Respublikası tərəfə yönəldir deyə Papaşvili yazır. Papaşvili həmçinin 4 oktyabr tarixində Moldova prezidenti Maya Sandu'nun verdiyi açıq bəyanatı xatırladıb. O zaman Moldova prezidenti hökumətin devrilməsində iştirak edən zorakılıq qruplarını açıq şəkildə dəstəklədiyini bildirib. Xatırladaq ki, Moldova prezidenti Maya Sandu ölkənin Rumıniya ilə birləşməsini dəstəkləyəcəyini bəyan edib. Son günlər ərzində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 27 xarici vətəndaşı Gürcüstandan deportasiya edib. Miqrasiya Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən deportasiya olunanlar arasında Türkiyə, Hindistan, Azərbaycan, Çin, Tayland, Türkmənistan, Almaniya, Pakistan, Misir, İsrail və Livan vətəndaşları var. Deportasiya olunan şəxslərin ölkəyə girişinə qadağa qoyulub. Birlikdə Neytral Gürcüstan Partiyası ərzaq məhsullarının qiymətlərinin artmasının səbəbləri və tövsiyələr haqqında danışır. Partiyanın siyasi katibi Bidina Georgobiyani brifinqdə qeyd edib ki, ərzaq məhsullarının qiymətlərinin digər məhsul və xidmətlərlə müqayisədə yüksək artımı həm qlobal, həm də daxili faktorların birləşməsinin nəticəsidir. Onun sözlərinə görə düzgün aqrar siyasətin həyata keçirilməsi və mümkün kartel sazişlərinin qarşısının alınması ilə qiymətlərin stabilləşdirilməsi mümkündür. Georgobyaninin fikrincə dövlət strateji səviyyədə qərar verməlidir. Bazarın idarə edilməsinə müdaxilə edib etməmək məsələsini həll etməlidir. İranın dini lideri Ayətullah Əli Xamenei sosial şəbəkədə yazır ki, Tehranda keçirilən aksiyalar ABŞ siyasətçiləri üçün xəbərdarlıq olub ki, planlaşdırılmış düşmənçilik hərəkətlərini dayandırsınlar. Onun sözlərinə görə bu tarixi gündür. Qətiyyətlə dolu bu nəhəng nümayişlər xarici düşmənlərin yerli icarəyə götürülmüş döyüşçülər vasitəsilə həyata keçirilməli olan planlarını pozdu. İran xalqı düşmənlər qarşısında öz qətiyyətini və kimliyini nümayiş etdirdi. Bu ABŞ siyasətçiləri üçün xəbərdarlıq idi ki, hiyləgər hərəkətlərini dayandırsınlar, deyə Əli Xamenei yazır. Xatırladaq ki, dünən İranda Ayətullah Əli Xameneinin hökumətini dəstəkləyən nümayişlər keçirilib. Ağ Evin sözcüsü Kerolin Levit bildirib, Donald Trump zəruri hesab etdiyi zaman İranda hərbi güc tətbiq etməkdən çəkinmədiyini göstərib. O bildirib ki, ABŞ prezidenti üçün ilk seçim həmişə diplomatiyadır. Levit həmçinin bildirib ki, Steve Witkoff İranla diplomatik danışıqlarda aparıcı rol oynamağa davam edəcək. Fransa prezidenti Emmanuel Macron yazıb, hüquqlarına hörmət tələb edən cəsarətli İranlı qadın və kişilərə qarşı ayrı seçkilik etməyən dövlət zorakılığını qınayıram. Əsas azadlıqlara hörmət universal tələbdir və biz onları müdafiə edənlərin yanındayıq. Avropa Parlamentinin bütün İranlı diplomatik heyət və nümayəndələrə onların binalara girişinə qadağa qoyulub. Bunu Avropa Parlamentinin sədri bildirib. Roberta Metsola bildirib ki, Avropa Parlamentinin məqsədi işgəncə, repressiya və qətllər üzərində mövcudluğunu qoruyan rejimin legitimləşməsinə imkan verməməkdir.
Kəşfiyyat məlumatlarına görə Rusiya yaxın günlərdə yeni geniş miqyaslı zərbə planlaşdırır. Bunu Ukrayna prezidenti bildirib. Zelenskinin sözlərinə görə o, Amerika komandası ilə gündəlik əlaqədə olan danışıqlar qrupunun üzvləri ilə görüşüb və hazırda görüşün tarixi müzakirə olunur. Ukrayna lideri həmçinin İrandakı vəziyyətdən də danışıb və qeyd edib ki, yer üzündə olan bütün normal insanlar İran xalqının nəhayət oradakı rejimindən azad olmasını istəyir. Təhsil naziri Givi Mikanadze, Racar Leçxomi və Kvemo Svaneti bölgələrinin müəllimləri, valideynlər və məktəb icmasının nümayəndələri ilə ümumi təhsil sisteminin islahatı üzrə milli konsepsiyanın əsas istiqamətlərini müzakirə edib. Nazir qeyd edib ki, müəllimlərin islahatın həyata keçirilməsində xüsusi rolu var və buna görə onların qərar qəbul etmə prosesində iştirakı vacibdir. Görüş sual-cavab formatında keçirilib və məktəblərin nümayəndələri Mikanadzeyə islahat konsepsiyası ilə bağlı öz mövqelərini çatdırıblar.